Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Selamu aleykum ve rahmetullahi ve berekatuhu. Deməli, bilirsiniz ki, neçə gündür mən Elvin Əzimov adlı bir rafiziyə suallar ünvanlamışam. Daha doğrusu elə bir sualdır. Və dedim ki, əgər sən ki, yəni etiraf etdin ki, bu sizin məzhəbdə, sizin məzhəbin alimlərindən belə desək daha doğru olar. Çünki bu cür deyib, bəzi əxbari alimlərindən Qur'anın təhrifi etiqadında olublar. Bəli, bunu qəbul ediblər. Və bu etirafı ki, etdin və daha sonra bir neçə videoda çəkdik, tələb etdik ki, yaxşı, tamam, sən etiraf etdin. İndi onların barəsində denən nə deyirsən, bunlar kafirdirmi, bunlardan bərisənmi, uzaqsanmı, yoxsanmı deyirsən, xəta ediblər, eyb yoxdur, yenə qəbul edirsən, yenə onların kitablarından faydalanırsanmı? Bu suallara cavab istədik. Və o əxbari alimlər dedi ki, elə belə yoldan keçən sıravi bir adam deyil, adamlar deyil, yəni. Onlar Şiə məzhəbinin böyük alimləridir və belə deyək, məzhəbin əsas kitablarının müəllifləridir. Və keçən dərsdə bu haqda danışdıq, keçən videomda, təkrar olmasın. Və daha sonra Elvin Əzimov bu suala cavab verməkdənsə gəldi, yəni elə məsələlərə toxundu, o cür elə pis üslubla gəldi ki, yəni buradan da bəlli olur ki, adamın iç üzü artıq ortaya çıxdı. Nə oldu, sən başqa vaxt əxlaqdan danışırdın, ədəblə danışırdın, bu cür ədəb qaydaları, əxlaq, nə oldu bəs? Bu nə danışıqdır, bu nə biabırçılıqdır? İndi bu 30 dəqiqəlik burada videoya yəni paylaşmışsan, ayıbdır. Nə basıb bağlayırsan, bu nə danışıqdır? Sənə Hüccətül İslam deyirlər, sənə alim deyirlər, sən ustad və çıxıb ustadın danışığına bax. Ayıbdır. Yəni, insan gərək özünü ələ ala və nəfsinə ağır gəlsə də müəyyən şeylər gərək səbr eləsin. Xüsusən sən bu məqamdasansa ki, sənə Hüccətül İslam deyirlər, sən başqalarından fərqlənməlisən. Ola bilər hansı bir, sən məni cahil görəsən, sən məni elmsiz görəsən, tamam, bəs sənə nə olub? Sənin üslubuva, sənin əxlaqıva nə olub? Bu nədir? Bu nə səviyyədə özünü salırsan bu vəziyyətdə? Bu da sənin, yəni belə deyək, əsl belə iç üzvü ortaya çıxarır. Biraz da sirkələsək, bəlkə də daha betər şeylər çıxar ortaya. Mən sənə sadə suallar verdim. Yəni bu elə qələmə verirsən ki, sən deyirsən uşaq suallarıdır, nə bilim, elmsizsən, get qoyun alverindən məşğul ol, nə bilim, ticarətlə məşğul ol. Bunun nə dəxli var? Sənin məsləhətin, nəsihətin mənə lazım deyil, onu saxla özünə. Gəlin, çox uzatmayaq, keçək və buradakı bu videoda ki, sən yarım saatlıq bir video paylaşmışsan, burada yenə də suala cavab vermirsən, yenə fırladırsan. Bir məsələdən o birisinə, o biri məsələdən o birisinə. Bu da sizdəki üslubdur. Dirənəndə artıq getməyə yer yoxdur. Elə bir yer axtarırsınız ki, məsələləri qarışdırıb, oradan bunu gətirin, buradan onu gətirin, çıxın vəziyyətdən. Və çalışacağım ki, yenə də mövqeyin üzərində duraq, yəni əsas olan məsələdən kənara çıxmayaq. Və bu videoda olan məsələlərə də hansı ki bizim mövzuya uyğundur, mən onlara cavab verəcəm. Çünki mövzudan mövzu gəlir və belə deyək, hansı ki mövzudan kənar çıxır, onların üzərində mən çox getməyəcəm. Və ola bilər bu video, yəni bir videodan ibarət olmasın bu cavab. Çünki uzun ola bilər və mən də çalışıram, bacardığım qədər ixtisar edeyim. Dinləyək, ilk saniyələrdən görək nə deyir. Elvin Əzimov təqribən 3 dənə bizə video hazırladı və dedi ki, gəl nə bilim mövqeyimi bildir, yəni uşaq söhbətləri. Biz də dedik ki, bu məlumdur, bu sənin videon cavab verməyə layiq bir video deyil. Alimlərimizin bu barədə rəyini bilirsən ki, nə əldə etmək istəyən, sanki o uşaq birdən bir şey tapar, sevinərik. Əslində, yəni uşaq tapar, sevinər deyil də. Sən, əgər səndə mövqeyin təbii ki var və o mövqeyi çox cəmaata bildirir, mən nə istəyirəm ki səndən, mən nə deyirəm ki? Demirsən, bu alimlər danışır, uşaq söhbəti niyə olur bu? Çıx denən ki, burada belə mövqeyimiz budur, təkfir məsələsində və yaxud
bəri olmaq, uzaqlaşmaq məsələn bu alimlərdən bizim mövqeyimiz budur ki, biz onları təkfir etmirik filan səbəblərə görə. Bunu çıxıb demək çətindir. Və yaxud deyirsən ki, bəli, Allahın kəlamını adamlar bu cür kəlmələr işlədiblər, bu cür etiqadda olublar. Misallar da gətirmək olar. Yəni misal olaraq Təbərsinin Əl-İhticac kitabında gətirdiyi rəvayəti gətirmək olar ki, orada bir rəvayət gətirir, deyir, Peyğəmbər sallallahu əleyhi və səlləm vəfatından sonra Əli Quranı topladı və Peyğəmbərin sallallahu əleyhi və səlləm yəni vəsiyyət etdiyi kimi mühacir və ənsarlara o Quranı göstərdi. Əbu Bakır o Quranı açır. Baxın, buradakı rəvayətdə ərəbcəsində indi tam ərəbcədə oxumuram ki, vaxt getməsin. Ümumi məğzi deyirəm ki, yəni Əbu Bakır Quranı açır və ilk səhifələrdə görür ki, orada mühacir ənsarlar barəsində pis şeylər var. Və Əli də Əliyə deyir ki, Ömər qalxır orada deyir ki, Əliyə bunu götür rədd elə, apar buradan. Bizə belə Qurana lazım deyil, ehtiyacımız yoxdur. Və Əli onu götürür, aparır. Sonra Zeyd gəlir, Zeyd ibn Səbti çağırırlar və Ömər ona deyir ki, Əli bir Quran gətirmişdi, həmin Quranda mühacirlər, ənsarlar barəsində pis şeylər var idi və biz belə qərara gəldik ki, yəni onu özümüz bir dənə Quran yazaq və orada yəni mühacir ənsarlar barəsində bir pis şeyləri çıxardaq oradan, həmin o ayətləri çıxardaq. Sonra burada Ömərlə radiyallahu anh, Zeyd ibn Səbit, bunların arasındakı bu neyniyək, Əlidən necə biz qurtaraq, necə öldürək də onu, yəni belə, sonra öldürə bilmədilər onu. Və daha sonra Ömərin xilafəti zamanında Əlidən həmin Quranın gətirilməsini tələb eləyir, radiyallahu anhum. Və deyir ki, Ya Əbəl-Həsən, ey Əbəl-Həsən, in ci'tə bil-Quranəl-ləzi kuntə qad ci'tə bihi ilə Əbi Bəkr həttə nəctəmi aleyhi. Yəni sən o Əbu Bakırın vaxtındakı gətirdiyin Qurana ki, gətirmişdin, onu gətir. Bəlkə gətirəsən onu biz onun üzərində birləşək. Fəqal, dedi ki, heyhətə leysə ilə dəlikə səbil. Yəni buna bir yol yoxdur. Yəni gətirmirəm. İnnəmə ci'tu bihi ilə Əbi Bəkr litəqumməl hüccətü aleykum. Mən bunu Əbu Bakırın vaxtında gətirdim ki, sizin üzərinizə hüccət çatdırım. Və lə təqul yevməl qiyamə innə kunnə an hədə qafilin. Və qiyamət günü də deməyəsiniz ki, biz bundan qafil idik. Və mənim üçün deməyəsiniz ki, məcitənə bihi, yəni sən onu gətirmədin. İnnəl Qur'anəl-ləzi indi lə yəməssuhu illəl mutahharun. Yəni məndə olan bu Qur'ana ancaq pak olanlar və toxuna bilər və mənim övladlarımdan toxuna bilərlər. Qalə Ömər, və Ömər dedi ki, və onun izharı üçün həmin Quranın gətirilməsinin bir vaxtı varmı? Onun Quranın izhar olunması üçün bir vaxt varmı? Məlum bir vaxt. Dedi ki, bəli, mənim evladlarımdan yəni zuhur etdiyi zaman, yəni Mehdi nəzərdə tutulur. Və insanlar onun üzərində cəm olunacaqlar. Və bu cür məsələlər gəlir. Və sonra o Quranı, yəni Mehdidə olur, Mehdi gətirəcək onu, əsl Quranı, yəni Əlinin o radiyallahu anh yazdığı, belə deyək, tərtib etdiyi Peyğəmbərdən ona gələn o Quranı Mehdi gətirəcək. Həmçinin misal olaraq Məclisinin Mir'atul Uqulunda 12-ci cilddə bu rivayəti də zikr etmək olar ki, o da belə deyək, Şiə kitabının 8 mötəbər kitabından biri olan Biharul Ənvarın müəllifidir. Əl-Məclisi, Muhammed Baqir Əl-Məclisi. Burada baxın, görün nə deyir. Yəni Quranın naqisliyi barəsində, dəyişdirildiyi haqqında olan açıq aydın deyir hədislər çoxdur. Bu haqda deyir olan hədislər, yəni bu barədə olan hədislər mənaca mütəvatir dərəcəsindədir. Və onları rədd eləmək, yəni inkar etmək, birbaşa hədisi olan etimadı aradan qaldırmaqdır. Və nə deyir? Mənim zənnimcə bu haqda olan hədislər imamət haqda olan hədislərdən də yəni geri qalmır. Və bunları biz açsaq, yəni bu hədisləri, yəni imamət haqda olan hədislər də gedəcək, onları necə ispat edəcək? Və ya Nurət Tabarsinin yazdığı Fasl kitabdan heç danışmıram. Fasl kitab, yəni kitab yazır ki, Allahın kəlamı, yəni Quran-ı Kərimin təhrifini ispat etmək üçün. Fasl kitab, isbat, təhrif, kitab, Rabbil Arbab. Yəni bu kitabda Quranın təhrifini adam ispat eləmək istəyir. Və burada rəvayətlər gətirir təhrifə dair imamlardan, şiələrin üsuluna görə, yəni hədis elminin qaydalarına uyğun
Nə qədər hədislər gətirir burada. Və bu kimi nə qədər misallar gətirmək olar. Nə qədər alimlərimizin sözlərini, rivayətlər gətirmək olar. Və mən də dedim ki, yəni sən bax bunlar haqqında mövqeyin nədir bax bu adamlar haqqında? Bunlar alim sayırsınız bunları, məzhəbimizin belə deyək, əsas alimləridir, əsas kitablarımızın müəllifləridir. Yəni xəta eləyiblər deyib keçirsinizmi? Yoxsa mı təkfir eləyib bəriyəm deyirsənmi? Bu sual uşaq sualıdır. Çox dinən də, yəni lap uşaq sənə bu sualı verir. Bir uşaq da gəlib bu sualı verir ki, bəs elvinə mi? Bəs belə söhbət var. Bir dənə buna bizə cavab ver də. Biz indi o alimləri təkfir eləyik. Siz də etiraf eləmisiniz. Demisiniz ki, bəli, deyənlər var. Yalan olsaydı, deyərdiniz ki, yalandır, belə bir şey yoxdur. Amma siz özünüz etiraf elədiniz axı. İndi cavab verin. Bunların hökmü nədir? Allahın kitabına, yəni Qurani-Kərimi deyir ki, deyirlər ki, yəni təhrif olunub. Mehdidə də gələcək və yaxud kitab yazır Quranın təhrifini isbat eləmək üçün. Nəysə. Vəhabi Elvi Məhərrəmov, bu sizin acizliyinizi göstərir. Sanki qərq olursunuz, batırsınız, saman çöpündən yapışırsınız. Baxın, siz həmən adamlarsınız ki, o qədər özünüzdə boşluq hiss edirsiniz və o qədər cılız işlər görürsünüz ki, bu da sizin məntiqi baxımdan, etiqadi baxımdan necə süs və zəif olduğunuzu göstərir. Gəlin birlikdə Vəhabi Elvi Məhərrəmov da baxsın. Bu videonu siz hazırlayıbsınız və üz qabığında bu şəkli siz qoyubsunuz. Video hazırlayıblar, üz qabında şəkil qoyublar. Burada məsələmizə nə dəxli var? Sənə sual verilib, çıx o suala cavab ver. O etirazım var bu məsələyə. Mən o şəkil qoymuşuq. Tamam, xoşun gəlmir, bəyənmədin. Mən deyərəm çıxartsınlar o şəkili, yaxşı. Yəni sən o kanaldan xahiş eləyirəm. O mənim səhifəmdə elə deyil də, yəni mənim öz kanalımda elə deyil. Və mən xahiş eləyirəm Quran Su Necmo kanalının adminlərindən o şəkili oradan götürsünlər, əgər sənə xoşuna gəlmirsə. Və mənim kanalımdakı da səninlə bizim ikimizin belə şəkillərimiz məncə ona narazıçılıq eləməzsən, yəni pis düşməmişik. Ya xoşuna gəlmirsə onu da dəyişmək olar. Problem deyil, buna həll eləyərik. Əsas məsələyə cavab ver, əsas söhbətə gəl. Sonra deyirsən, orada indi çox uzatmaq istəmirəm, məsələyə aidiyyatı olmayan şeylər gətirsən, mənə yalançısan demisən, nə bilim oradan Rəşad belə elədi, Abu Zayd belə elədi, şikayətlər etsən mənə, cəmaata, yəni mənə fərq yox. Şikayətləri bildirirsən, yəni incimisən. Yəni onun məsələyə nə dəxlisi var? Sənə yalancı, yəni necə yazılıb? Baxın, Rafizin mullasının növbəti yalanı. Və mən də demişəm, bəli, orada kanalda qoyulan video başlığı nədir? Rafizin mullasının növbəti yalanı. Və sənin yalanın da orada ifşa olundu. Dinən niyə? Çünki sən o videoda çıxdın ki, istilqa hədisini cəmaata təqdim edəndə necə təqdim etdin sən onu? Bir dənə bax o videoya təzdən, o birinci videon var, sən orada çıxırsan, danışırsan, ya bunlarda belə bir hədis var, Vahabilər. Sonra nə deyirsən? Özləri də bunu qəbul eləyir. Yəni cəmaata göstərsən ki, biz hamımız bu hədisi qəbul edirik. İndi mənə irad bildirirsən ki, Rafizlərə görə Quran təhrif olunub söhbətinə, mənə irad bildirirsən burada ki, Rafizlərə görə irad, yəni bütün müəyyən şiələr bunu qəbul edir, Rafizlər bunu qəbul edir, mənə irad bildirirsən. Özün çıxıb orada deyirsən ki, özləri də bunu qəbul eləyir deyib söz buraxırsan cəmaata, yəni zehnində elə bir şey formalaşdırırsan ki, bütün yəni əhl-i sünnə və Vahabi dediklərin o hədisi qəbul edir. Dərinə getdik, gördük ki, elə deyil. Sonra çıxırsan artıq məsələ biraz dərinə gedəndən sonra araşdırmalar, bəhs, ora-bura çıxıb deyirsən, mən demədim ki, bütün yəni əhl-i sünnə bunu qəbul edir. Mənə irad bildirirsən ki, mən video paylaşmışam, Rafizlərə görə Quran təhrif olunub. Hamısı bunu qəbul eləmir ki. Belə söhbətləri yığışdır. Məsələyə uyğun, məsələyə aid olan söhbətlər elə. Və bu videoda, hazırladığım bu videoda bir dənə belə mövzuya aid olan məqam burası oldu. Dinləyək. Adres verirəm, baxarsan ora. Bu saytdadır. Yazsan gələcək. Ər-rəddu alə əbatil Uthman el-Xamis hawlə ittihamihi əş-şiətə qatibətən bil qavli təhrif el-Quran. Burada Osman Xamisi tanıyarsan, bu günləri tanıtdıracaq biz sənə. Osman Xamis necə yalancı, uydurması bir insandır. Burada gəlirsən aşağı, burada bütün əksər alimlərin nəzərini deyir. Burada Osman el-Xamisin deyəcəm harda deyib bunu. Gəlib deyir ki, niyə bunları təşkil eləmişsiniz? Elə sənin sözü. Və bizim alimlərimizin burada nəzəri var. Bax, bizim nəzərimiz budur. Oxu, tərcümə elə. Mən oxuyum. Tamam. Yəni bu boyda söhbətdən sonra əsas məqam bu idi. Yəni bu məsələyə aid olan suala cavab bu yeridir. Bunu da dedim ki, tərcümə eləmirəm, özün tərcümə elə. İctimaiyyətə heç nə bildirmədən getdin. Keçdin başqa mövzulara.
Yəni bir də bir məsələyə toxunum. Əgər mən uşaq söhbətləri eləyirəmsə və bu uşaq söhbətidirsə, o zaman nəyə görə buradakı alimlərin o məsələyə cavab verməyə qalxıblar və məsələlərini izah etməyə çalışıblar. Yəni deyərdilər ki, bu uşaq söhbətidir, baş qoşmazdılar da. Yaxşı, nəysə, baxaq görək nədir burada. Eynən sənin bu YouTube video, yəni paylaşdığın videodan oxuyuram. Bir də bu səhifəyə girmədim. Bu rəngli gətirdiyimi oxuyuram. Yəni cavab verən burada deyir ki, yəni şiələr, yəni o kimlər ki, deyiblər ki, Quranda təhrif var. Deyirlər bu xətadır. İştibah eləyib, yəni haqq üzərində deyil. Yəni dediyi sözdə haqq üzərində deyil. Lakin onu təkfir eləmirlər. Yəni xəta eləyib deyirlər, xəta da eləyib. Amma təkfir etmirlər. Burada bunu deyir. Yəni alimlərin, sən dedin, alimlərimizin görüşü bu budur. Deməli, sənin də rəyin budur ki, xəta eləyiblər, bayaq oxuduğumuz məsələlər və ondan nə qədər gətirəcəyik hələ və hansıları ki, sən qəbul etmirsən, etiraf etmirsən və inkar etməmirsən. Yəni sadəcə keçək ki, xəta eləyiblər deyib keçək. Tamam. İnnəmə لأن القائلين بالتحريف إنما قالوا به بسبب عروض şübhə lədeyhim. Yəni bu nəyə görə bunlar deyirlər? Bu təhrifin olmasını şübhəyə görə, şübhə olub onlarda. O şübhəyə düşüb, şübhəyə görə deyiblər ki, Quran təhrif olunub. Və həmçinin وَلِذَٰلِكَ لِوُجُودِ رِوَayət رَوْ أَنَّهَا صَحِيحə. Rivayətlər var, rivayətlərin mövcud olmasına ki, o rivayətləri səhih görüblər, yəni Quranın təhrifinə dair olan rivayətləri səhih görüblər və bu görüşə gəliblər. Yəni bu fikrə gəliblər ki, Quran təhrif olunub. وَفَهِمُوا مِنْهَا الدَّلَالَةَ عَلَى التَّحْرِيفِ. Və bununla da belə yəni bu cür başa düşürlər ki, Quran təhrif olunubdur. Sonra deyir ki, hər bir kəs şübhə ilə bir söz deyirsə, وَكُلُّ مَنْ قَالَ قَوْلًا, yəni bir söz deyərsə, nədən irəli gələn söz? Şübhədən irəli gələn bir, şübhəyə düşüb bir söz deyərsə, فَإِنَّهُ لَا يَجُوزُ تَكْفِيرُهُ بِالْإِجْمَاعِ. İcma ilə onun təkfiri icazəli deyil. عَلَى أَنَّنَا لَوْ قُلْنَا بِتَكْفِيرِ بِكُفْرِ مَنْ قَالَ بِوُقُوعِ التَّحْرِيفِ فِي الْقُرْآنِ. Əgər biz desək ki, kim deyirsə ki, Quran təhrif olunub, بِزِيَادَةٍ أَوْ النَّقْصِ, yəni ziyadə olsa artırılması ilə bağlı və yaxud naqislik nəsə varsa orada onu iddia edərsə, فَلَا بُدَّ مِنَ الْحُكْمِ عَلَى جَمَاعَةٍ مِنَ السَّحَابَةِ بِالْكُفْرِ. O zaman biz gərək səhabələrə də küfr hökmü verək, təkfir eləyək gərək onları da. Sonra nə deyir? وَلِيَعْذُ بِاللَّهِ. Yəni Allaha sığınırıq bu şeydən. Güya bunlar səhabə dərdi çəkən olub. Yəni gecə-gündüz səhabələri təkfir eləyən, səhabələrə lənət oxuyan göblar deyil. İndi burada gəlib ki, belə desək görək biz səhabələri də təkfir eləyək. Gülməli söhbətlər ki. Yəni səhabə dərdi çəkən olublar ki, biz birdən bu alimləri təkfir eləsək, bu səhabələri də gəlir təkfir eləyək. Səhabələr harda deyib birincisi ki, Quran təhrif olub. Səhabələr sənin bu Təbarsinin, yəni və yaxud Məclisinin və Kuleyninin bu etiqadda olublar. Yəni sənin o etiraf elədiyin alimlər var ha. Əxbarı deyib, onların Quranın təhrifi, onların etiqadlı olublar, sahabələr. Yəni gətirəcəksiniz İbn Məsud mühafizəteyn məsələsini və yaxud Ömərin radiyallahu anhum bu rəcm məsələsini, o məsələni gətirirsiniz, elə göstərməksiniz ki, deyə sahabələr də. Yəni onların cavabı var hamısı. Yəni bu indi mövzunun yeri deyil. Onunla belə sən cavab verə bilməyəndə gətirirsiniz deyib belə şeylərlə cəmaatı şübhəyə salıb, ona görə biz səhabələri də təkfir eləyək. Ona görə biz bunları təkfir eləyə bilmərik. Şübhədir də düşüb. Məzhəbin böyük alimləridir, əsas kitablarının müəllifləridir. Minlərlə hədislər gətiriblər, nəql eləyiblər, rivayət ediblər. Onlara istinad olunur. Sonra da qayda edirsən ki, şübhədir da edilir. Yox, ola bilər ya, alim hansısa məsələdə səhv eləyə bilər. Heç kəs məsum deyil. Mən yenə də deyirəm, keçən dəfə də dedim, bu dəfə də deyirəm, adam ola bilər bir xəta söz işlətsin. Biz hər alimin hər dediyini qəbul etmirik ki. O qədər alimlər var ki, sözləri xətadır. Deyir, bəli, bu söz xətadır və hər bir kəsin sözü götürürlər də, atırlar da Allah Rəsulunun sallallahu əleyhi və səlləm sözündən başqa. Yəni ola bilər hansısa bir alim bir söz desin və xəta eləsin. Amma da belə yoxdur. Belə yox. Biri də onda çıxsın Allahın varlığında və yaxud qiyamətin axirətə iman məsələsində bir söz danışsın ki, yox, belə axirətin inkarında və yaxud və digər elə məsələlərdir ki, orada da keçmir belə şeylər. Xəta eləyib deyib keçmək yox.
sıravi bir adam olsa, cahil biri olsa, özünü İslama nisbət edən, məsələn, İslama təzə girib və gəlib inkar edir müəyyən məsələ ki, belə bir şey yoxdur İslamda. Ona biz təkfir eləmirik ki, ona bəyan olunur, izah olunur, ona ayətlər, dəlillər gətirilir. Amma dahi bu alimlərin, məzhəbin böyük alimləri, siz onlara söykənirsiniz, onların rivayətlərini gətirirsiniz. Bunlara şübhə düşüb deyib biz keçək. Bu bir. İkincisi deyirsən ki, bunu təkfirləsəm gərək sahabəni də təkfir edeyim. Söhbət deyil bu. Biabırsılıqdır heç də. Bu da sənin cavabın, bu da sənin cavabın. Ona görə oxumadım bunu. Gör nəyə gəlir, gör təlbisə bax. Deyir, lən əhl-i sünnətə ra'u anhum rivayət sahihə tufid vuqu'd an-naqs əv ziyadə fil Qur'an-ı Kerim. Çünki əhl-i sünnələrdə səhih rivayətlər rivayət eləyib ki, Qur'an-ı Kerimdə naqislik olması və ziyadə. Biabırsılıq. İndi mən də lənət oxuyum burada, sən oxuyursan burada lənətlər filan kəsə, o birisində, bu birisində. Elə lənəti ondansa bu alimləri və oxu. Bu alimlərin var ha, Quranın təhrifini etiqad edənlər. Onları oxu. O sahabə mövzusuna da gələcək. Onlara cavablar verilib. Sizin o gətirdiyiniz o şübhələrə. Çünki bu məsələdən çıxa bilmirsiniz altından. Gətirirsiniz ki, sahabələr də belə olub ki. Nəysə. O məsələyə müstəqil bir mövzu kimi toxunacağıq inşallah. Və hətta ona cavablar verilib və yenə də o məsələlərə cavab verəcəyik inşallah. Deyir ki, Quranın təhrifini söyləmək, yəni Quran-ı Kərimdə Quranın təhrifi məsələsini, yəni Quran təhrif olunub məsələsini söyləmək, deyir, zəruriyyət, dinin zəruri məsələlərindən deyil. Liyənə hədihil məsələ vaqa'a fihi ixtilaf qadiman və hadisən. Çünki bu məsələdə ixtilaf var, qədimdən və sonradan. Və daruriyyət minəd-din ləxtilafə fiyhə. Və dində zaruri olan məsələlərdə və daruriyyət minəd-din ləxtilafə fiyhə. Yəni orada ixtilaf olmur, yoxdur. Yəni sözə bax. Deyir ki, yəni, bu dinin zəruri bilinməsi məsələlərindən, zəruriyyətlərindən deyil bu məsələ. Bu məsələdə ixtilaf olub. Bana danışır. Yəni, burada indi gətirir, deyir, indi kimsə ola bilər namazdır, oruçdur, həcdir və onları misal dində zəruri bilən məsələlərdə onları birini inkar elədi misal olaraq. Şübhəyə görə la yecuz təkfiruhu. Mən dedim, yəni adam təzə gəlibsə İslama, bəli, deyirsə ki, həcc deyil, həcc yoxdur belə bir şey. İnkar edib biz onu dərhal təkfir etmirik. Çünki adam təzə gəlib, bilmir, cahildir. Amma da sənin əsəbin alimləri bu sözü deyirsə, sən yəni bununla bunu bir tutursan, şübhəyə görə adam özü də bu məsələni ki, dində zəruri bilinəsi məsələdir. Bunu yəni Allahın kəlamıdır. Qayıdıb deyirsən ki, təhrif olunur və ona aid kitablar yazırsan. Biabırsılıdır, da söz tapmıram mən. Yəni buna mənim sözüm yoxdur. Mən bu məsələdə heç nə demirəm. Yəni qoy cəmaət baxsın, qərar versin. Yəni açıq-aşkar əsas odur ki, isbat olundu bu. Yəni bunu inkar etmədiniz və bu məsələdə ona görə danışmadım. Biabırsılıqda ona görə. Yəni başa düşdünüz də, anladınız da. Yəni Quranın təhrifi məsələsini necə bunlar, yəni buna elə belə baxırlar ki, yəni deyiblər də, xəta da eləyiblər. Özə kimlər böyük alimlər. Hansı məzhəb onların üzərində durub. Sonra deyir ki, biz də birdən təkfir eləyərik, onda gələk sahabələri də təkfir eləyək. Sahabə dərdi çəkən olub. Sahabə dərdi çəkən olublar. İşte. İndi isə mənim sənə suallarım var. Mənim sənə suallarım var, diqqətlə qulaq as. Və gəl cavab ver. Elmi bəhs budur. 3 gün sənə vaxt verirəm. Gəldin, cavab verdin elmi formada, elmi ya. Mən sənə cavab verəcəm. Yox, yenə də basıb bağladın. Yenə də boş-boş danışdın. Yəni elə bir küçədən keçən cahil biri mənə cavab verir və rəddiyə verir. Bu danışığım var. Boş-boş danışmaq, nə bilim, basıb bağlamaq. Bu da əsl cahil danışıq elə budur. Özümü düzəltir, özümü yığışdır, ayıbdır. Sənə görə deyirəm. Yəni sən indi burada cavab verdin. Elmi cavab bu da deyirsən, amma elmi cavab vermirsən. Keçirsən bu məsələyə. Rəşaddan keçdin o birisi mənə belə deyib, o belə deyib. Amma əsas məsələni bunu sən oxumadın, nə də bir göstərdin, üstündən keçdin və salam. Və əsas məsələ elə bu idi də. Bunu oxuyardın, tərcümə eləyərdin, deyərdin də.
bildirərdin ki, mənim də etiqadım budur. Bəli, mən onları təkfir etmirəm. O alimlər xəta eləyib, problem yoxdur. Belə deyərdin də, bu açıq-aşkar bu nə uzadırsan? Sual verirsən, mənim sənə suallarım var. İndi suallarıma baxacağam. Sonra 3 gün sənə vaxt verirəm. Vaxt zat da verirsən. Moderator da elə bir internet klubda ki, vaxt 3 günlük. Naçalı yaz. Bu nə hərəkətdir, bu nə söhbətdir? Çünki qalmayacaq. Bax, bu kitab ki görürsən, Elmi Müəllimov, yəqin ki bu kitabı görürsən, təbii ki mühazirələri də minəl qalb iləl qalb. Kimindir bu? Osman Əl-Xəmisi. Burada gəlir Osman Əl-Xəmis 11-ci səhifədə. İndi mən sənə sual verəcəm. Diqqətlə qulaq assınlar. Lütfən bu videonu paylaşın. Bunlar necə yalancı bir tayfadır, böhtancı bir tayfadır. Qoy hamısı görsün, bütün müsəlmanlar görsünlər. El-Vakfatu Zaniyə. Məzə aleyk likəy təkunə şiiyyən. Sual diqqət elə. Deyir, sən nə etməlisən şia olmaq üçün? هل تعلمون إخواني وأخواتي أنه لا يمكن للإنسان أن يكون شيعيا إلا أن يقول بتحريف القرآن Yalancıya Allah lənət eləsin. Allah qəzəbini şiddətli eləsin. Deyir, bilirsiniz ey mənim qardaşlarım, ey mənim bacılarım, bir insan əgər şia olmaq istəyirsə, yolu budur yalnız gəlib deməlidir ki, Quran təhrif olub. Elmə. Bax, buradakı bu lənətlər oxudun ha. İndi mən sənə sual verirəm. Bu cür lənətləri oxuyursanmı ki, kim Allahın kəlamı haqqında deyirsə ki, təhrif olunub və onun təhrifini isbat etmək üçün kitablar yazır, rəvayətlər rəvayət eləyir, gətirir, isbat eləyir. Yəni elə sözlərin nə qədər alimlərimizin sözləri var, onları elə gətirməmişik. Biabırsı. Allahın kəlamına olan bax bu münasibət. Buna yəni bu etiqadda olanlara lənət oxumursan. Bir Osman Xamisin burada bir sözü var ki, şia olmaq üçün gərək Quranın təhrifinə inanasan, yağdırırsan burada lənətləri. Bu məsələ bizim Osman Xamisin bu sözün deməsi, nəsə deyib, nə deməyib, müzakirə mövzusu deyil. Müzakirə mövzusu deyil. Bu bizə maraqlı deyil. Nə deyib, nə deməyib, bu mövzuya aidiyyatı yoxdur. Mən burada Osman Xamis barəsində nəsə deyim, nə fikir bildirirəm, nə bir şey, o mənim maraqlıyım. Bu xüsusən də bu məsələ. Burada indi ikinci məsələ gətirirsən, onun mövzuya yəni adiyyatı olduğu üçün ora cavab verəcəm. Osman Xamisdən gətirirsən, ona cavab verəcəm mən. Amma bu məsələ ki, Osman deyib ki, elə mən sənə sual verdim ki, məsələ barəsində etiraf elədin alimlərin haqqında. Mövqeyi bəlli elə. Nə deyirsən, hökmlərin kafir görürsən, yoxsa yox. O mövzu budur. Buna uyğun cavab ver. Yox, Osman burada belə dedi, Rəşad elə dedi, o birisi belə dedi, bu bizə söhbət adiyyatı yoxdur. Gəlir məsələyə toxunur. Gəlir deyir ki, alimlərimizə deyin, Quranı təyin edənlərə, Quranı təhrif bilənləri kafir bilsinlər filan. Və necə ola bilər ki, Əhl-i Beyti hörmətsiz edənləri münasib hesab edirsiniz, onları kafir bilirsiniz, amma Quranı təhrif bilənləri kafir bilmirsiniz. Fənəhnu və lillahil həmd la nufarriqu beynə mən yət'an bi kitabillah əv ənəl beyt. Diqqətlə qulaq as. İkinci sualım budur sənə. Deyir ki, biz həmd olsun Allaha, fərq qoymuruq. Allahın kitabına hörmətsizlik edənlə, Əhl-i Beytə hörmətsizlik edən ya səhabələrə hörmətsizlik edənlər arasında fərq qoymuruq. Fələnə mənhəcun vahidun. Bizim bir dənə mənhəcimiz var. Fid-difa an kulli muazzəmin fi hada-din el-hanif. Çox gözəl. Ya bütün bu dində, hənif dində o əzəmətli olanları biz nə edirik? Müdafiə edirik. Çox gözəl. Deməli bunun rəyinə əsasən hər kəs Əhl-i Beytə təmin edərsə, Əhl-i Beyti hörmətsizlik edərsə və peyğəmbərin sahabələrinə hörmətsizlik edərsə, necə ki biz kafir deyirik, Quranı təhrif bilənləri, Quranı təyin edənləri, bunları da kafir bilirik. Yaxşı. Bura qədər aydın. İndi gəl, gedək biraz irəli. Deməli, mən sənə indi buradan bir şey oxuyacağam. Elmi Məhərrəmov. Və halə, diqqətlə qulaq. Bu kitab ki, görürsən Minhacus Sünnə 7-ci cild səhifə 137. Deməli, Osman Əl-Xamisin nəzərinə əsasən hər kəs Əhl-i Beytə və səhabələrə səbb edərsə, təyin edərsə, boğz edərsə, hər nə təyin edərsə, bu şəxsi biz kafir bilirik və fərq qoymuruq. İndi gəlsin. Gəl Osman Xamisin bu məsələdə, elə Osman Xamisin bu məsələ haqqında fətvası var. Ona sual verirlər bu haqda və həmçinin digər fətvalar var. Deməli, bu fətvada sahabələr haqqında, onları söymək haqqında, onları söyənlərin, yalanda itham edənlərin və s. onları barəsində hökmü haqqında sual verilir və cavabı dinləyək. وأما سب باقي الصحابة رضي الله عنهم ففيه تفصيل. Yəni sahabələr söyləmək barəsində gəldikdə deyir, burada təfsilat var. إذا كان يسبهم لأن يتهم بالكذب أو الخيانة. Yəni əgər onları söyərsə ki, xəyanətə görə və yaxud yalanda itham eləyirlər, yəni. أو الجبن
أو Yəni insanın öz xilqəti xasiyyətlərinə görə və s. bu məqsəddən yəni söyərsə biri onları, ذلك فإنه يؤدب. yəni bu adam ədəbləndirilir. Yəni şəriət ölkəsində hakim ya onu həbs eləyir və yaxud da yəni müəyyən ədəblərlə ədəbləndirir. يؤدبه ولي الأمر بما يرى أنه يعني تأدب، يجلده، يسجنه وما شابه ذلك من الأمور، يؤدبه ولي الأمر. وأما إذا اتهمهم بالزنا، Zinaya görə ittiham eləsə biri, sahabelərdən birini ki zina eləyib, yəni qazf olsa, فهذا قذف يجلد فيه 80. 80 qamçı vurur Cəldə. bu adama. وأما إذا اتهمهم في دينهم، Amma dinlərinə görə, dini etiqadlarına görə, dinlərinə görə biri ittiham eləsə وكفرهم فهذا və يكفر. onları təkfir eləsə ki, kafirdirlər, hə. Bu artıq bu adam təkfir olunur. خاصة إذا كفرهم عامة. Xüsusən də bütün sahabeləri, biri qayıtsa bütün sahabelər kafirdirlər. Yəni, o zaman hə, yəni məsələdə təfsilat var. Və Əhl-i Beyt də sahabələrdəndir. Həmçinin yəni sahabelər deyildikdə, yəni bura Əhl-i Beyt də daxildir. Və daha sonra burada alimlərdən, Əhl-i-Sünnə mötəbər alimlərindən olan Şeyx İbn Useymin, Muhammed bin Salih Əl-Useymin, yəni bu məsələdən bağlı fətvası var. Nə deyir? يقتضي التحريم بلا شك، فلا يحل لأحد أن يسب الصحابة على العموم. Yəni ümumən heç kəsə icazə yoxdur ki, deyir sahabeləri söysün. ولا أن يسب واحدا منهم على الخصوص. فإن سبهم على العموم كان كافرا. Yəni ümumi söysə kafir olar. Ümumən bir adam desə bütün sahabelər onları söyərsə kafir olar. فالذي يسب أصحاب النبي صلى الله عليه وسلم على العموم لا شك أنه كافر مرتد، بل كما قال الشيخ الإسلام ابن تيمية لا شك في كفر من شك في كفره. Və hətta Şeyxülislam Teymiyədən söz gətirir ki, yəni kim sahabeləri ümumi olaraq hamısını söyərsə, onları təkfir edərsə və s. ümumən o adam kafirdir və onların küfründə şək eləyən belə kafirdir. نعم، لأن هذا أمر عظيم. القدح الصحابة جميعا وسبهم ليس بالأمر الهين. Yəni bu rahat iş deyil, sən bütün sahabeləri söyürsən, qazf eləyirsən. وهذا إذا سبهم على سبيل العموم. İzə səbbəhum alə səbil umumi. Ümumi olaraq söyərsə, ümumi bütün hamısını qatdı bir yerə və söydü. أما إذا سبهم على سبيل الخصوص Xüsusa gələndə xas bir sahabəni, sahabelərdən birini انظر، قد يسبهم من أجل أشياء خلقية. yəni ola bilər onu söyür, təhqir eləyir xilqəti cəhətdən, onda olan bir şeyə görə, xilqəti cəhətdən. أشياء خلقية أو خلقية أو Və əxlaqi cəhətdən və dini cəhətdən. دينية. خلقية يعني يقول إنه أعور أو أعرج Misallar gətirir, yəni أو ما axsaqdır, أشبه ذلك. belədir. خلقية بأن يقول إنه جبان، إنه سريع الغضب. Yəni xuluqi cəhətdən deyəndə yəni tez əsəbləşəndir və s. bu cür əxlaqi cəhətdən birini sahabeləri aşağılayarsa, ما أشبه ذلك. دينية بأن يقول إنه ناقص في الدين. dini cəhətdən biri desə ki, dinlərində naqis idi. Dində naqis idi hansı sahabə misal üçün. كأن يقول إنه لا يصلي، إنه والعياذ بالله زاني Yəni zinakardır və yaxud da namaz qılan deyildi belə وما أشبه ذلك. bu kimi sözlər. نعم، فهذا لكل حال حكم. هذا إذا كان السب متوجها إلى واحد. أما إذا سب الجميع في أمور دينية فلا شك في أنه يكفر. Deməli burada məsələdə təfsilat nədir? Alə səbil umum desə, biri gəlib desə ki, sahabelər, Əhl-i Beyt, sahabelər ümumi şəkildə bunları söyərsə, aşağılayarsa, bəli. Amma fərdi şəxslərdən birini, sahabelərdən dininə görə də ola bilər, hansı dinin yəni zəifliyinə görə ki, yəni, namaz qılan deyildi və yaxud desə ki, zina edirdi və s. Bu səbəbə görə bunu gətirir və böhtan atır və yaxud da
və yaxud başqa bir xilqəti və əxlaqi cəhətə görə hər hansı bir sahabəni təhqir eləyərsə, bu adam təkfir olunmur. Təbii ki, fiskdir və təkfir olunmur. Yəni sənin burada gətirdiyin məsələ hansı ki bu Osman Xamisinin sözünün təfsilatıdır bu. Hər kəs Əhl-i Beytə və sahabələrə səbb edərsə, tən edərsə, boğz edərsə, hər nə tən edərsə, bu şəxsi biz kafir bilirik və fərq qoymuruq. İndi gəlsin. Yəni bu Osman Xamisinin elə öz fətvası ilə, öz izahı ilə olan məsələyə aydınlıq gətirildi ki, yəni burada fərdi kimsə sahabələrdən olub bir sahabənin o birisi arasında insanlardır. Aralarında nəsə söz-söhbət ola bilər və biri o birisindən nəsə ağır söz deyib və yaxud nə isə buna görə bu o biri dindən çıxdı ki, sahabəni söydü və yaxud hansı kimsə bir sahabəni dininə, əxlaqına görə, yəni əxlaqına görə və xilqətinə görə aşağılayarsa, biz demirik ki, o adam təkfir olunur və lakin ümumi şəkildə bəli, ümumi şəkildə sahabələr kafirdirlər, sahabələr belədirlər və yaxud hamısını ora bir yerə qatıb deyərsə, bəli, bu adam kafirdir və Osman Xamis bu nəzərdə tutularaq bu məsələyə aydınlıq gətirir və buradakı artıq məsələləri gətirməyə ehtiyac qalmır. Və növbəti burada ideyalarıma gələn videolarımda cavab verəcəm, daha təfsilatlı məsələlərə toxunacağam və xülasə olaraq bu videomda demək istəyirəm ki, sən burada yenə də məsələnin yayındın, məsələləri fərqli istiqamətlə yönəltdin və məqsədün nədir? Videodan da görünür ki, məqsədün belə deyək, bir növ qisas almaq. Bir növ sənin belə deyək, ruslar demiş ki, çestivə dəydi ki, sənə gətirdilər belə bir məsələləri, səndən bu məsələlər barəsində tələb etdilər ki, mövqeyi bəyan eləyəsən və sən artıq qaldın belə cavab verə bilmədin və çıxdın oradan-buradan başladın bu cür söhbəti fırlatmağa, məsələdən məsələ çıxartmağa, ən mühüm, ən əsas bizim bəhsin mövzusuna isə toxunmadın. Aşağılamağa çalışdın, get, nə bilim, qoyun saat, nə bilim, neynə, sənə məsləhət vereyim. O məsləhətlərə də gələcəm, o suallarıma gələcəm. Suallarıma da, yəni müəyyən qədər bu videoda da cavab var və növbəti videomda da inşallah sualların məsələsinə də toxunacağım. Subhanakallahumma bihamdika əşhadu an la ilaha illa ente estağfiruke və etûbü ileyk.